Salam, hörmətli izləyicilər. Adil qurumlar, bax, gördüyünüz kimi bu Göyçay Çərəkə kənd ərazisinə gedən yoldur. Xəlbi kəndindən keçən yoldur. Bax, bu yolda ağac görürsünüz, aşıb düz xəttin üzərinə. Burada işıq xəttini qırıbdır. Çox böyük bir ağaçdır. Və bildirim ki, doğrudan da maraqlı bir məsələdir ki, bu ağacları kəsməyə də hətta icazə vermir ekologiya ki, bizə məktub göndərin, sonra baxaq, araşdıraq. Bax, belə negativ hallar artıq yaranın, külək əsən kimi, bax, belə böyük bir problemə çevirir bu işlər hamısı. Ona görə də biz xahiş edirik həm Ekologiya Təbii Sərvətlər Nazirliyindən, Göyçay İşıq Elektrik Şəbəkəsi, yəni Göyçay ərazisində bax, belə ağaclar çoxdur ki, hansı ki, külək nəticəsində aşır və böyük bir ziyan vurur. Səhər-səhərdən insanlar işıqsız qaldı bu vaxta qədər. Və biz də ictimaiyyətçi olaraq, könüllü olaraq burada iştirak edirik və bu barədə artıq məlumat verilib. Yəni bu yol da bağlıdır burada gördüyünüz kimi. Bax, bu yol bağlıdır. Çərəkəyə gedən yoldur. Bax, əziz adəti qurumlar, Ekologiya, Təbii Sərvətlər Nazirliyi, Azərişıq, bax, vəziyyət bu yerdədir. Deməli, bir ağacın kəsilməsi üçün gərək məktub göndərilə, xəttin altında o ağaclar kəsilməlidir mütləq şəkildə. Yəni buna qarşı mübarizə aparılmalıdır və tədbir görülməlidir adəti qurumlar tərəfindən. Çəkiliş etdi. Könüllü İctimai Nəzarət Təşkilatı, Mərkəzi Region Təşkilatı sədri Cavid Piriyev.